Mədrəsələrin boş qaldığını, Bəli. yəni artıq təhmasib hakimiyyətdədir. Əhali tamam sünnilikdən vazgeçincirsiniz, amma bunlara şiəliyə öyrədəcək adam yoxdur. Bəli. Alim yoxdur, çünki Azərbaycanda zəmini yoxdur axı. Cəbəli Duruzdan, Livandan şiə alimləri gətirirlər Azərbaycana. Amma bunlar ərəb, buradakılar türk, Bəli. bir-birlərini də anlaya Başa düşürəm, bilmirlər. Amma buna baxmayaraq zamanla birinci Təhmasibin dövründə bir şiə üləma sinifi, alimlər sinifi, fəqihlər sinifi meydana gətirilir ki, bu hələ də onların hakimiyyəti bildiyimiz kimi hələ də İranda nüfuzlar və hakimiyyətləri davam edir. Yəni birinci Təhmasibin dövründə bunun Əsası qoyulub, bəli. Bəli. Yəni üzrsən bu siz danışırsınız. Mənim artıq bir müəyyən bir xronoloji təsəvvürüm yaranır da. Yəni və mən bu günlə bunu müqayisə edirəm. Yəni açıq aydın görünür ki, yəni bu gün olanlar o gün olanların tam davamıdır. Davamıdır, bəli. Bu da məntiqi davamıdır. Və buna görə də bizə bəzən mirası rədd etmək deyərdim mən buna. Sanki Səfəvilərdən əvvəl Azərbaycanın nə dövlətçiliyi olmuyor, nə dövləti olmuyor. Yəni sanki Azərbaycan türklüyünün 500 illik tarixi varmış kimi bir təsəvvür yaranır. Və bizim belə deyək, bədxahlarımız, xüsusən də ermənilər də bundan çox məharətlə istifadə edir. Deyirlər, bax görürsünüz, özləri etiraf edirlər. Burada 500 illik dövlətçilik tarixi var. Halbuki biz Azərbaycan dövlətçilik tarixinin çox qədim dövrlərə, xüsusən də Azərbaycan türklüyünün artıq Səlcuqlulardan etibarən ucaldığını görürük. Ondan əvvəl yaxşı bu Atabəylərdir, Ağqoyunlardır, Qaraqoyunlardır. Biz bunları necə rədd edirik, necə yox saya bilərik? Türk dilini dövlət dili elan edilmiş kimi bir yalan uydurulub, bunun ətrafında bir mif qurulub. Əvvəla onu deyim ki, sözünü etdiyimiz, haqqında danışdığımız dövrdə dövlət dili deyə bir anlayış, Fransız inqilabından sonra meydana çıxan bir anlayışdır, dövlətin rəsmi dili deyə. Sonra güya Türkçə yazılmış, halbuki Səfəvilər dövrünə aid olan, indiyə qədər bilinən, məlum olan 2000-ə yaxın sənəd var, məktublar, əmrlər, fərmanlar və s. Bunların cəmi 5-10 dənəsi türkçədir. Geri qalan hamısı farsçadır. Şah İsmailin bütün fərmanları farsçadır. Ondan sonraki şahların da həmçinin. Bütün məktubları, fərmanları, rəsmi dövlət sənədləri hamısı farsçadır. Halbuki əgər dövlət dili Azərbaycan dili idisə, Azərbaycan olmalı idi. Ola bilər orduda xalq türkçə danışır, amma bunu rəsmi dövlət dilini türkçə etmişdir. Belə bir də nəyi deyirlər? Bir eyib olaraq tuturlar bunu sanki. Deyirlər ki, Şah İsmail Türkçe yazırdı şeirlərin. Yavuz Səlim isə farsça. Bu da yalandır. Çünki Yavuz Səlimin divanı var. Yəni şeirlərinin, qəzəllərinin toplandığı kitab var. Bəzi şeirləri farsçadır, bəzi şeirləri türkçədir.